dövlətə xəyanət edən adamlar bağışlanmır. Bu kimliyindən asılı olmayaraq biz bunu görmüşük ki, baxmayaraq bəzən bizə də deyirlər ki, Cənab Prezidentin sərəncamı ilə qoyulan adamlara, fərmanla qoyulan adamlara haqqında danışmayın, toxunulmazdır. Xeyr ola, o adamlar istədiyini eləməlidirlər, biz də bunu danışmamalıyıq, amma Cənab Prezident özü dəfələrlə deyib ki, cəmiyyətdən mənə siqnallar gəlməlidir, mətbuat məlumat verməlidir ki, bu adamlar həddini aşmasınlar. Bu həddini aşan adamlardan da biri Adnan Əhmədzadə idi ki, saysız hesabsız milyonların sahibi, lüks həyat yaşayan və bunu açıq şəkildə nümayiş elətdirən bir adam. Cibimizdən uğurlanan pullar, xəyanətin izləri daha kimlərə çatacaq Elman müəllim? Buyurun. O fikrinizdən tamamilə şərikəm ki, Azərbaycan hüquqi dövlətdir və hüquqi dövlətdə cinayətkar mütləq cəzasını alır. Heç kimin xüsusi immuniteti yoxdur. Yox. Bəli, bunu Cənab Prezident dəfələrlə söyləyib və açıq şəkildə söyləyib və Cənab Prezidentin bu mövqeyini kimlərsə dərk etmirsə, qəbul edə bilmirlərsə, onda vay onların halına. Və bu halda elimizin bir məşhur misalı yadıma düşür. Allah bir insanın cəzasını verəndə onu ağlın əlindən alır. Bəli. Və o gözü çıxarılmış qardaşlar görünür ki, kimlərsə hələ nümunə olmur. Bax, 7-8 icra başçısı həbs edilib. Mərkəzi icra hakimiyyəti rəhbərlərinə işdən çıxarılıb, töhmət verilib, yerli icra hakimiyyətləri işdən çıxarılıb, töhmət verilib. Özlərini toxunulmaz hesab edən, bəyxan hesab edən adamlar uzaqlaşdırılıb. Uzaqlaşdırılıb, dəmir, necə deyərlər, həbsxanalarda artıq onlar öz ömürlərini yaşayırlar və bu həqiqətdir, bunu hər kəs bilir. Və belə olan vəziyyətdə kimlər ki, hesab edir ki, onun milyonu var, o lüks həyat keçirə bilər, hətta bunu nümayişkaranə şəkildə eləyir, sanki qıcıq mənbəyinə çevrilir. Belə insanlar hesab edirəm ki, bir mənalı cəzasını almalıdırlar və alırlar da. Alırlar, indi Adnan Əhmədzadə ilə bağlı deyilənlər də bunu bir daha təsdiqləyir. Və burada bir mistik, sanki bir ilahi, mistik bir məsələlər də var. Mən dəfələrlə bunun şahidi olmuşam ki, kimlər ki dövlətə, dövlətçiliyə, prezidentə qarşı xəyanət yolunu seçir. Elə birinci Allah Taala onların cəzasını verir. Doğru. Nə qədər insanlar tanıyırıq ki, milyonları olub, böyük sərvətləri olub, vəzifələri olub, hər şeylər var. Və belə olan vəziyyətdə bu insanların iştahı doymur, daha böyük iddialarla çıxış edirlər. Sən axı kimsən ki, və eyni zamanda sən o iddialara düşə bilirsən. İndi həmin insanlar başqa ölkələrdə heç yaşayırlar və xəyanətkardırlar, siyasi yalquzaq ömrünü yaşayırlar və bundan böyük cəza ola bilməzdir. Heç o milyonların da dəyəri, qiyməti olmur. Və bu məntiqlə yanaşanda hesab edirəm ki, baş verən son hadisə artıq bu təkcə korrupsiya əməli deyil. Burada biz bir dövlətə xəyanət elementlərini də görürük. Bu, yəqin ki, istintarın işidir. Dövlət Təhlükəsizlik Xidməti bu məsələlərlə məşğuldur və nəzərə alsaq ki, Dövlət Təhlükəsizlik Xidmətində də peşəkarlar da öz işinin biliciləri əyləşib və onlar dövlət mənafeyini, bizim dövlətin təhlükəsizlik məsələlərini hər şeydən dəyərli, qiymətli bilir. Onlar həm də bu birbaşa vəzifəsidir. Yetər ki, vətən sevgisi olsun və bu qurumdakı əməkdaşları da ali rəhbərliyindən tutmuş, birinci şəxsindən tutmuş, aşağı deməli vəzifələrə qədər. Onlar hamısı bu vəzifəyə təyin olublar, seçiliblər və hesab edirəm ki, dövlətimizə ləyaqətlə də xidmət edirlər. Ona görə də kimlər ki, bu dövlətə xor baxacaq, kimlər ki, bu dövlətə münasibətdə xəyanət yolunu seçəcək, kimlər ki, kimlərin əlində alət olacaq, xüsusilə xarici qüvvələrin əlində alət olacaq, belə insanlara mənim yazığım gəlir və onların o sərvəti, xəyallarında qurduqları, o illüziyalar ki var ki, onlar toxunulmazdır, o bir sabun köpüyündən başqa bir şey deyil. Yetər ki, Dövlət Təhlükəsizlik Xidmətinin bir neçə əməkdaşı yaxınlaşsın və onlara hüququn dili ilə başa salsın və ondan sonra da cinayət işi açılır və bu günləri o lüks həyat yaşayanlar dəmir barmaqlar arxasında günlərini keçirməyə başlayırlar. Və bu dediyiniz hadisə ilə bağlı hesab edirəm ki, burada həm də bir mütəşəkkil cinayətkarlıq elementlərini mən görürəm. Çünki belə ağır cinayət törətmək bu bir adamın bacarığı məsələsi deyil. Həm də nəzərə alsaq ki, bu adamın da tutduğu vəzifə elə də böyük vəzifə olmayıb SOCAR sistemində. Sonralar düzdür 2023-cü ildən bu işlərdən uzaqlaşıb, amma eyni zamanda onun belə ağır cinayəti həm də dövlətçilik əleyhinə olan, həm də xəyanət elementlərinin, dövlətə xəyanət elementlərinin özündə əks etdirən bir cinayəti tək başına etməsi mümkün deyil. İstintaq gedir və hesab edir ki, istintaq gedişatında yeni faktlar üzrə çıxacaq.